Tanınmış yazıcı Seyran Səxavətin Azərbaycan təhsili ölüb və yerdədir. Onu da yerdən götürən lazımdır ifadəsinə zamanla yəqin ki, haqq qazandıranların sayı artacaq. Çünki təhsil sahəsində baş verənlər heç ürəkaçan deyil. Azərbaycan təhsilinin başında dəlləkliyi öyrənənlər az olmayıb. Bu illər ərzində təhsilin körpə budaqlarını baltalayanlar da görmüşük, onu məhvə sürükləmək istəyənləri də. Təhsil isə millətin gələcəyidirsə deməli onlar millətin gələcəyini şikəst etmək istəyənlərdir. Təhsilə düşmən kəsilənlərdir. Bir xəbər mediaya müraciət edən Füzuli rayonu 33 nömrəli tam orta ümumi təhsil məktəbinin direktoru Hallacova Mədinə haqsızlığa uğradığını deyir. Ətraflı şərh vermədən direktora problemi kimlər tərəfindən yaradıldığını, hansı maddə ilə ittiham olunduğunu öz dilindən eşidək. Salam, çox hörmətli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə xanım Əliyeva. Bugün sizə müraciət edən Hallacova Mədinə Məhəmməd qızı Füzuli rayon Kərimbəli kənd sakiniyəm. Bildirmək istəyirəm ki, mən 6 may 2026 tarixdə işimlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci bəndi ilə azad olunmuşam. Və əlavə olaraq bildirmək istəyirəm ki, mən Füzuli rayon 33 saylı tam orta məktəbin direktor səlahiyyətlərimin icrasından azad olmuşam ki, hansı ki, o məktəbdə Füzuli rayon müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşadığı ərazidə yerləşir. Hal-hazırda hüquqlarını qoruduğumuz təşkilatın bir insan hüquqları olduğu üçün missiyası. Orada məcburi köçkünlərə də xüsusi diqqət və qayğı ayırırsınız. Əlavə edim ki, orada 8 əlil uşağa mən təhsil alması ilə bağlı cənab Nazir müavini cənab İdris İsayevə təklif vermişəm. Ərazidə əlil uşaqların təhsil hüquqlarının bərpası üçün, dəstəyi üçün təklif kimi vermişəm və bəyənilib dəstək olunubdur. Dəfələrlə 3 dəfə cənab Nazir Emin Əmrullayevin qəbulunda olmuşam. Məktəbin problemlərini dilə gətirmişəm, inventarizasiyasını dilə gətirmişəm və çox sağ olsun ki, cənab Emin Əmrullayev həmişə bizim məktəbi diqqətində saxlayıb və lazım olan köməkliyi göstərmişdir. Və orada mənim xitam məsələmdə məsələ kimi qoyulub mənim Facebook üzərindən çıxışlarım və bildirmək istəyirəm ki, mən artıq 2012-dən üzü bəri demək olar ki, mən artıq 2026-ya qədər təhsil sistemində çalışıram və müəllim olaraq da hüquqlarım pozulduqda, ikinci təhsil məsələlərinə iş üçün müraciət edəndə, sıxışdırıldıqda mən insan resurslarından yardım alırdım və dəstək görürdüm. Yəni, mən birinci səfər deyil belə problemlərlə qarşılaşmışam, həmişə hüquqi yollara da müraciət etmişəm. Və mən Facebookdan nə üçün istifadə eləmişəm? Orada mənim üçün maddə qoyulub 3.2.1 layiqlıq prinsipinin pozulması və 2.1 pozulmada müəllimlərin etik davranış qaydalarının kollegial Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin olan tərəfindən qərarın pozulmasında orada bir dənə məsələ atlatılır ki, orada cənab nazirin orada 4-cü maddədə belə bir şey var. Hər bir təhsil verən insan hüquqlarını qoruyan, bütün beynəlxalq və dövlətin qanunvericiliyinə uyğun olaraq insan hüquqlarını qorumağa borcludurlar. Yəni, bu da deməkdir ki, mənim Facebook üzərindən çıxışım öz hüquqlarımı və işçilərimin hüquqları olubdur. Burada tənqidi münasibət, təhqir səsləndirilməyib, bir şey olmayıbdır. Əlavə olaraq mənim hüquqlarım işçi olaraq pozulub. Belə ki, mən 3 mart tarixində mənim deməli müddətli müqaviləm öz qüvvəsini itirmiş və bununla bağlı xüsusi təhsil sektoruna mən dəfələrlə müraciət etmişdim ki, mənim müqaviləmdə problem var və uzadılacaq və yaxud uzadılmayacaq. Mən bilim. Əmək müqaviləmin də ümumiyyətlə maddəsində verilir ki, bu müqavilə 1 il müddətinə qüvvədədir və qüvvəyə salındıqda, həmən dönəmə qüvvəyə salındıqda, həmən gündən, yox, qüvvəyə salınmadıqda, digər günə qüvvəyə salındıqda isə həmin gündən işə başlasın. Və bu ərəfələrdə mən Füzuli rayon təhsil sektoruna məsələ ilə bağlı Bakı şəhərində, yəni Məktəbəqədər Ümumi Təhsil Agentliyinə getməli olduğumu bildirmişəm və icazə vermələrini tələb etmişəm. Deməli, aprel ayının 9-sunda Füzuli rayon təhsil sektorunun əməkdaşı Camal Xəlilov mənə WhatsApp üzərindən zəng edərək ərizə yazıb verməyimi bildiribdir. Mən də PDF şəklində WhatsApp üzərindən
göndərmişəm. Hal-hazırda da ayın 9-u üçün bax buradadır. Camal Xəlilova atdığım ərizə formaları və axşam saatlarında mənə zəng vurub bildirib ki, ərizələr əllə təhvil verilməli idi. Rəhbərlik qəbul etməyib. İndi dövlət qulluqçusudur. Əgər ərizədə səhv varsa, ən azından bildirməli idi. Və mən bildirmişəm ki, zaten mən müqaviləm dayandığı üçün bu problemlərlə bağlı agentlikdə olmalıyım və ona görə də problem hesab etmirəm və ərizələri göndərə bilərəm. Ərizələri dərhal ayın 13-ün işçimdən göndərdiyim halda Camal Xəlilov bildirib ki, nə ərizə götürmüşəm, nə ərizə almışam. Mən yeganə Azərbaycanda belə başa düşürəm işçiyəm ki, öz rəhbərimlə, müqavilə tərəfimdən görüşməyə getdiyim üçün mən haqlanıram ki, mən işimdə yoxam, 70-in çeyisi üçün maddə hazırlanır. Çünki orada verilən maddələrin heç birisi 70-in çeyisinə gedəcək maddə deyil. Bircə dənə orada qəsdli şəkildə işçinin bir gün ərzində laqeyd, ehtinasız işə yanaşması ilə bağlı ola bilər ki, onun da heç bir problemi yoxdur. Çünki mən ora üzr istəyirəm, bir nə taya, nə bir özümün şəxsi mənafeyim üçün getməmişəm. Mən ora mövcud vəziyyəti bildirmək üçün getmişəm və onlar da dərhal bu məsələdən istifadə edib aklaşdırma yaradıblar. Mənim orada güya yoxluğum aşkarlanıb, hal-hazırda xitam əmrində də o var. Ayın 19-u, yəni bu arada da əlavə problemlər var idi. Yəni onlar 50 uşaqların kitablarını təmin eləmirdilər və onu da əlavə edeyim ki, xüsusi təhsil haqqında qanunu Heydər Əliyev imzalayıb 29 maddə xüsusi təhsillə bağlı 50 uşaqların hüquqlarını təmin eləyir və hər bir maddədə uşaqların dərsliklə təminatı, müəyyən geyimlə təminatı var. Orada uşaqların gətirib aparılmasına görə 50 manat məvacibin ödənilməsidir ki, hətta onunla da bağlı problemlər var idi. Mən hər dəfə çıxırdım rəhbərliyə ki, uşaqlarını gətirmək üçün yol xərci davamlı şəkildə müntəzəm ödənilmir və elə olub 2 ay köçürməsi olub, elə olar 1 ay, bunlar faktdır. Yəni bu maliyyə cədvəllərində də öz əksini tapıb. Burada qeyri-adi, tənqid xarakterli heç nə yoxdur. Və əlavə olaraq da müəyyən bir şeylə Facebooka çıxarılan məsələlərin hamısı rəhbərliyə rəsmi formada mənim tərəfimdən təqdim olunub. Sadəcə aldığım cavablar, ya işdən azad olmazsan, müqavilən uzadılmayacaq, məsələn ictimailəşdirmə, bu kimi olubdur. Yəni mən demək istəyirəm, bugün mən bir vətəndaş olaraq da hüquqlarım pozulub. Çünki orada olan çıxışlar heç birisi şəxsi mənafeyimə xidmət etmir. Mən orada nə rəhbərlikdən vəzifə təyinat istəməmişəm, nə məktəb üçün təyinat, başqa bir məktəb üçün təyinat istəməmişəm. Çünki bunun üçün bildiyim kimi müsabiqələr var, ona da şükür Allaha olsun ki, yetərincə savadım da çatır, özümü müdafiə edə hüququm var və bu dünən mən bununla əlaqədar olaraq agentlikdə oldum. Agentlikdə xitamım üçün lazım olan həmkar rəyinin olmadığını bildirdiyim halda həmkar rəyini mənə verə bilmədilər. Və Qarabağ Regional Təhsil İdarəsinə yönəlməyimi dedilər. Qarabağ Regional Təhsil İdarəsi də Füzuli təhsil sektoruna müraciət etməyimi tövsiyə etdi. Və mən bilmək istəyirəm, 70-in çeyisində mütləq şəkildə əmək məcəlləsində verilir ki, işə götürən 70-in çeyisini sübut etməlidir. Yəni işçinin ciddi pozuntusu olduğunu. Və əlavə olaraq da orada göstərilən aktların heç birisindən tanış deyiləm. Çünki işçi ilə bağlı intisam tənbiyi tətbiq edərkən işə götürən, yəni orada məcəllə də deyir ki, işçi həmin aktlarına tanış olmalıdır. Mən o aktların heç birisine tanış deyiləm. Xitam əmri gələndə mən baxmışam ki, 8-9 dənə adamlar akt tərtib eləyiblər. Akta heç birisində imzam yoxdur. Sadəcə belə bir şey var ki, mənə güya zəng vurulub, deyilib ki, gəl izahat ver, mən də imtina etmişəm. Xeyr, məndən soruşulub ki, nəyə görə paylaşım etmişsən, etik davranış qaydalarını pozursan, mən də bildirmişəm ki, etik davranış qaydası pozacaq heç nə etməmişəm. Siz rəsmi məlumat verdiyim halda işimi görmədiyiniz üçün mən məcbur olmuşam ki, Facebook üzərindən müraciət edim. Məktəbin problemlərini işıqlandırmışam və həlli yoluna da köməkli olunum. Müddədan da istər Təhsil Nazirliyindən də. Onunla bağlı heç bir şikayətim yoxdur. Sadəcə mənim üçün maraqlıdır ki, mənlə bağlı o, necə deyərlər, qanunsuz aktlar, yəni bu gün qərəz doğurur ki, yəni bir işçi niyə görə intisam tənbiyinə cəlb olunur və aktdan xəbəri yoxdur. 70-in çeyisi ilə bağlı mənim heç bir məlumatım olmayıbdır. Əmək müfəttişliyi də bildirdi ki, sizdən izahat alınmalıydı, özünüzün müdafiə hüququ verilmədi, bəli, heç birisi olunmadı. Yəni bugün mən də hüquqi yollara başvurmuşam. Zaten əmək müfəttişliyində də var, məhkəmə prosesi üçün də müraciət etmişəm və mən elə başa düşürəm ki, hüquqi dövlətdə yaşayırıq. Yəni məktəblə bağlı 3 il təhvil təslim etmişəm, məktəblə bağlı inventarizasiyam da yerindədir, maliyyə məsələlərində də heç bir açıq yoxdur və bunu mən alınan açıqlıqla deyə bilərəm. Rəsmi sənəd, kargüzarlıq sənədlərində ciddi pozuntuya yol verməmişəm. Və mən bilmək istəyirəm, xahiş edirəm, mən ümumiyyətlə insan hüquqları ilə bağlı
bütün aidiyyəti olan təşkilatlara buradan şəxsi zəmində ümumiyyətlə müraciət edirəm. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsi fikir və söz azadlığıdır. Heç bir işdə işləmək onun söz azadlığını əlindən almır. Hər bir vətəndaş müstəqil şəkildə öz fikrini ifadə etməyə yəni sahibdir, demokratik ölkədə yaşayırıq. Və mən çox xahiş edirəm, bu məsələ geniş şəkildə araşdırılsın, çünki mən bu gün ombudsmanda oldum, ərizəmi də rəsmi şəkildə verilmişəm. Xahiş edirəm, geniş aspektli araşdırma başladılsın. Nəyə görə mənə mobbing tətbiq olunur? Əgər bugün mən belə deyək, 8 əlil uşağın təhsilini təmin etmək üçün rəhbərliyimə məsələ qaldırıramsa, onları az-çox öz imkanlarımla məktəbin yararsız otaqlarını, yəni təhsil işçiləri qəşəng bilir ki, xüsusi təhsili açmaq üçün məktəbdə ilk öncə şərait yaratmaq lazımdır. Və 29 təhsil işçisi var olub məndə müəllimlər. O pedaqoji işçinin 18-ni mən Azərbaycan Dövlət Pedaqoji Universitetindən o uşaqlar üçün təhsil verməsi üçün özünün təlimlərinə cəlb etmişəm, öz maliyyələri hesabına. Bunların hamısını, kadr potensialını da mən yaratmışam orada. Yəni mən yönləndirmişəm, mentorluq etmişəm. Uşağın olan problemlərini mən həll eləmişəm. Dərslikləri mən həll eləmişəm. Halbuki Heydər Əliyevin xüsusi təhsil haqqında imzaladığı qanuna əsasən ən axırıncı maddədə o hansı maddələrin ki pozulması birbaşa məsuliyyət yaradır. İndi sual verirəm. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin A və B bəndləri verilib. İşi vicdansızlıqla, işə vicdansız yanaşmadır da bir növ. Mən vicdansızlıq eləyib nə eləmişəm? Mənim üçün maraqlıdır bu. Mən vicdansız olub nə eləmişəm? Bir də ki, bizdə belədir də, yəni Füzuli Təhsil Sektoru, Qarabağ Regional Təhsil İdarəsi, agentlik və sonundan cənab nazirə çıxmaq məsələsi var. 4 dənə qurum bizim problemlərimizi həll eləməlidir. Mən axırda məhkəməyə müraciət etməliyim. Bugün amma mənə hamı məhkəməni təklif edir. Axı burada məhkəməlik bir problem də yoxdur. Rəhbərliyə əgər təqdimat məndən bağlı səhv verilibsə, rəhbərlik məni eşitməlidir. Çünki bu qanunla belədir. Əlavə olaraq da ki, bizim əmək müqaviləmizdə tərəflərin mübahisəsi varsa, öz aralarında belə həll etmək kimi hüququ var. Əlavə olaraq da işə götürən işçini işdən çıxmaya məcbur edə bilməz və bu maddələr var. Əlavə olaraq da ayın 19-u məndən izahat alınıb mart ayında və mən də bildirmişəm ki, çünki dəfələrlə Ramil xan Məmmədovaya demişəm ki, məsələ ilə bağlı Sənan mənzilliyə çıxmaq istəyirəm, özü deyib ki, yəni Sənan müəllim iş vaxtı qəbul etmir, cəzalanacaqsınız, o olacaq, bu olacaq, mən bu kimi şeylər və mən orada da izahatda bildirmişəm, demişəm çalışacağım, olmasın bu. Amma belə də götürəndə, işə götürənlə mənim əmək münasibətlərim ayın 16-sında rəsmiləşdirilib, aprel ayının 16-sında. Bu da hüquqi qüvvəsini itirir ki, mənlə bağlanmış ayın 10-u mənim işdə olmama aktımı da keçərsiz eləyir, 19-u məndən alınan inzibati tənbihi də keçərsiz eləyir. Ona görə ki, çünki işə götürən birinci işçi ilə əmək münasibətlərini rəsmiləşdirməlidir. Ondan sonra ondan bağlı intisam tənbihi tətbiq etməlidir. Çünki mən əmək müqaviləmə tabe şəxsəm, mən orada onunla bağlı baxıram ki, əmək müqaviləm dayanıb və mənim narahatçılığım da ondan idi ki, mən 46 nəfərə rəhbərlik eləyən şəxsəm. Mən bu gün özümü düşünə bilmərəm. O 46 nəfərin maliyyə məsələsini düşünməliyəm ki, bu insanların sabah mən əmək haqqısını ödəmək üçün mənim hüququm olacaqmı? Və yaxud da sabah hər hansı bir işçi işdən çıxmaq üçün mənim əmr səlahiyyətim varmı üzərimdə? Xeyr. Sabah məhkəmə predmetidirmi? Bəli, mən o işçini o vaxt işdən çıxarsaydım, məhkəmə predmeti olacaqdım. Çünki məsələ bu idi ki, işçi məni məhkəməyə verə bilərdi ki, adamın heç əmək müqaviləsi rəsmiləşməyib, məni durub işdən çıxardı. Yəni, bu məhkəmədə baxılası bir şeydir. Əmasda mənim müqaviləm rəsmiləşib ayın 16-sı, 14-də imzaya göndərilib. 16-sı da ona görə rəsmiləşdirilib ki, 17-si Qusar şəhərində cənab nazir Emin Əmrullayevin qəbuluna getmək istəmişəm, rəsmi şəkildə ərizəmə imtina verilibdir. Ən azından bu bizim üst stansiyada. Nəyə görə gəlib aklaşdırılmalıdır yenidən? Bu o demək ki, səsini boğuruq da bir müəllimin. Onu sağlam bir mühit şeyləmirik, yaratmırıq. Xahiş edirəm, məsələ cənab nazir, sizə də müraciət edirəm. Çox xahiş edirəm, məsələ geniş şəkildə araşdırılsın. Əlavə olaraq da şeydə verilib ki, xitamda verilib ki, rəhbərliyə də ciddi nəzarət olunsun. Mənim müəllimlərim heç bir şey törətməyib. Yaxşı, cəza mənə kəsilsin. Mənim müəllimlərimə, işçilərimə niyə cəza kəsilir ki? Problem mənimdirsə, mənlə danışılsın, problem məndən həll olunsun. Mənim işçilərim günahı nədir ki, burada nəzarətə götürülür? Nəzarət olunması, mən keçən səfər adını sadaladığım hansı ki, tabelinizdə olan məsələlərlə bağlı Gülnaz xanım da Füzuli rayon həmkar təşkilatında mübahisəli olan yerlərin məsələləri zaten onda var. İstəsəniz alada bilərsiniz. Problem məsələ deyil. Çox xahiş edirəm.
Mən hüquqlarımın bərpa olmasını tələb eləyirəm. Çünki bu mənim hüquqlarımın qısıtlanması deməkdir. Və mən əlavədə bir şey deyim. Azərbaycan Respublikasının qanunvericiliyinə də inanıram, aliliyinə də inanıram. Mən məhkəməyə müraciət etməməliyim. Mənim işə götürənlərim mənlə bağlı 70-in kesinə zəmin yaradıb. Belə deyək ki, təqdimat kim verib, Eşqi Bağırovun nə cür təqdim olub, onu deyə bilmirəm. 2024-də aldığım, belə deyək, töhməti də qoyublar. Onu da deyim ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq töhmətin 6 ay qüvvəsi var. 6 aydan sonra zaten öz qüvvəsini itirir və 6 aydan sonra töhmət verilən şəxsə fəxri fərman da verilə bilər. Əgər mən də sual verirəm, bugün əgər vicdansızlıqla damğalanıramsa, orada verilib ki, işin ahəngi pozulub mən olmadığım müddətdə. Mən olmadığım müddətdə işin ahəngi nə pozulubdur? Nə baş verib? O aktda axı bir dənə şagirdin o davamiyyətsizliyində problem olduğu ortaya çıxıbdı. Onun uşaqdır. O da problem deyildi. Mənim orada müavinlərim var idi. İzahata alınmalıydı. Ən əsası. Yəni orada da bir ciddi pozuntu olmayıb. Ona görə ciddi pozuntu olmayıb ki, yenə də deyirəm, bugün vicdansız bir rəhbər əlil uşağın kitabını təmin etməməlidir. Əgər edirsə, deməli onun vicdan anlayışı var. Ən azından onun vicdan anlayışı var. Dəfələrlə də rəhbərliyə bu məsələlərlə bağlı çıxmışam. Mənim təqdimatlarım da olub. Əgər kim mənə çağırıb deyib ki, səninlə bağlı filan aktlar tərtib olunubdur. Rəsmi bildirişləri varmı? Füzuli təhsil sektorunun məni izahata çağırdıqları ilə bağlı rəsmi bildirişləri varmı? Xeyr. Bu gün hər hansı bir aktla bir müəssisənin müdürünü, bir müəllimi 15 illik təhsilə əmək sərf eləmiş bir müəllimin müəllimliyin üzərinə xətt çəkmək nə deməkdir? Onun əlindən qələmi almaq, onun şagirdlərinin sevgisindən azad eləmək nə dərəcədə düzdür? Nə qədər düzdür? Bu bizim hüquqlarımızın qısıtlanmağı deyilmi? Bizim söz hüququm bugün tutaq ki, mən Facebookda çıxış eləmişəm. Məktəb dövlət idarəsidir və məktəb binası təmin olunmağı, uşağın ən yaxşı yerdə təhsil alması onun hüququdur. Mən ona köməklik göstərmişəm. Şəxsim üçün nəsə istəməmişəm ki, mən sabah orada, bugün orada çalışmıram. Amma orada olan mövcud problemlər həllini tapılsa, o uşaqlara xidmət üçün, o dövlət binasını və dövlət binası üçün yəni verilibdir. Mənim burada nə problemim var, mən bilmirəm. Nəyə görə? İctimailəşdirmişəm, məsələn, digər həmkarlarımın nüfuzuna xələl gətirəcək. Nə demişəm? Nəyi əsaslandırdılar? Hansı o dediyim yerlər araşdırıldı, yoxlamalar aparıldı, əsaslandırıldı ki, mən orada nəysə əsassız çıxış eləmişəm. Mənim şəxsən ayın 10, oktyabr ayının 10-unda mənim müəssisəmə daxil olmaq istəyən məktəb direktoru mənim özümün gördüyümdür. Mənim işlərimin gördüyüdür. Bir məktəb direktoru, əmirsiz bir məktəb direktorunu yoxlaya bilməz. Özü də ştatın işçi olduğu halda. Özü də bağça müdürü ilə bir yerdə. Özümdən danışıram indi. Çox xahiş edirəm. Məsələ nəzarətə götürülsün. Aidiyyatı qurumlar, vətəndaş hüquqlarını qoruyan bütün təşkilatlara buradan müraciət edirəm. Xahiş edirəm, hüquqlarım bərpa olunsun mənim. Mən işçi kimi heç bir hüququmdan, müdafiə hüququmdan istifadə edə bilməmişəm. Bilmirəm, cənab nazirədə hansı formatda təqdim olunuram, necə təqdim olunuram. Çox xahiş edirəm. 11-ci sinifimizin şagirdləri belə zəng vurub məndən, müəllimə möhkəm ol falan. Bugün bir uşağın son zənginə motivasiyasını salmaq, bir məktəbin motivasiyasını salmaq, nə deməkdir bu? Yəni, nə deməkdir? Bu hansı cəza mexanizmidir? Lap yaxşı, məhkəmə ilə də mən bərpa oluram. Nə oldu? Nə əldə elədik? Hansısa qanunsuzluğun qarşısı alındı mı? Sual verirəm, oldu mu belə bir şey? Çox xahiş edirəm. Məsələ çox geniş şəkildə, geniş aspektdə araşdırılsın, məsələ öz həllini tapsın. Mən 70-in кейsi üçün heç bir zəmin yaradıb nəsə eləməmişəm. Bir günlük müqaviləm üçün rəhbərliyimi görmək mənim hansı ki agentlikdə ayın onun üçün ərizəm də var ki, xahiş edirəm. Cənab Eşqi Bağırov, məni qəbul edin. Bu da var. Yəni bu da var. Həmkar ittifaqında mobbingə məruz qaldığımla bağlı ərizəm də var. İşçi üçün sağlam iş şəraiti yaradılmalıdır. Necə ki, mən 46 işçiyə o şəraiti, demokratik şəraiti yaratmışam və bugün mənlə bağlı bir şikayət, bir sosial şəbəkəyə düşməyib və yaxud da rəsmi şey, bugün mənim ümumiyyətlə Füzuli rayonda nüfuzum da, falan da, nüfuzuma da verilən qiymət rayonun cəmaatının mənlə bağlı dürüst işləməyimlə bağlı çıxarılmağımdır. Dedilər ki, Mədinə müəllimə, sənlə bağlı məsələ budur ki, sən düz işləyirsən, səndə problem yoxdur. Ən azından vətəndaş öz mövqeyini bildirərdi. İndiyə qədər bir problem olardı. Çox xahiş edirəm. Cənab nazir, buradan sizə də xahiş edirəm. Sizin obyektivliyinizə, ədalətinizə mən inanıram. Mən inanıram ki, sizə məsələlər tamam fərqli formatda çatdırılır. Amma xahiş edirəm, nəzarətə götürün məsələləri və dediklərim araşdırılsın. Çünki
digər qurum əmək müfəttişliyi də eyni şeyləri deyir. Aktların heç birisindən tanış deyiləm. Heç birisindən xəbərim yoxdur. Sadəcə xitam günü mənə verilib ki, bu filan aktlar var, o əsasda da cənab Eşqi Bağırov mənə xitam veribdi. Kollegial qərarda da layıqlıq prinsipi, mən də deyirəm, o dediyim məsələlər yoxlanaydı, hələ yoxlanaydı. Reallıq çıxaydı üzə, görüləydi ki, orada doğrudan da pozuntu yoxdur, çıxarsaydılar mənim üçün problem deyildi. Hara yoxlanılıb ki, əsassız yazılıb çıxış eləyibdi. Əsassız çıxış eləyib, nə eləmişəm? Mənim 70-in keysini bütün rayonla məni bir eləyiblər. İnsanlar bilmir ki, mən nəyə görə çıxmışam. Azərbaycan Respublikasının A və B bəndinə, əmək məcəlləsinin. A və B bəndi özdə vicdansız işi yerinə. Vicdansızamsa mən bildirirəm. Vicdansız 10-50, 8-50 uşağın niyə kitabını təmin edir? Niyə müəllimin metodik vəsaitini təmin edir? Niyə o uşaqlarla bağlı əlavə öz cibindən materiallar alır? Niyə məktəbin yararsız sinif otağını gözəlləşdirir ki, orada xüsusi təhsil üçün yaxşı şərait qursun? Bunları niyə eləyir? Niyə fəhləliyini eləyir bir məktəbin? Bax, onu bilmək istəyirəm. Nəyə görə tez bir göz qırpımında mənim qurumum mənim əməyimin üstündən belə xətt çəkdi? Bax, onu bilmək istəyirəm, onun cavabını bilmək istəyirəm ki, mən 2 müəllimlik təhsili almışam və çox üzr istəyirəm, buradan müəllimlərimdən çox incimişəm. Ona görə ki, məktəb mənəviyyat yayır, vicdanlı olmaq yayır, müəllim dürüst olmağı öyrədir uşağa. Deməli, mən müəllimlərimdən inciməliyəm, 2 müəllimin övladıyam. Mən müəllimlərimdən inciyirəm ki, məni dürüst yetişdiriblər. Dürüst, vicdanlı yetişdiriblər. Bax, buna görə üzr istəyirəm onlardan. Onlardan da çox inciyəm ki, kaş mənə belə tərbiyə verməzdilər. Mən də gözümü yumardım, qulağımı yumardım. Bugün mənə qarşı haqsızlıq olunur. Və nazirlik bilə-bilə gözünü yumub, gözünü də yumub, qulağını da yumub. Araşdırmasını aparmır. Mən agentlikdən tələb edirəm. Deyirəm, aktların heç birisindən tanış deyiləm. Cəza kəsilsin, demirəm kəsilməsin. Bu məsələnin həlli yolu deyil. Amma bir müəllimin 15 ilin üstünə 70-in keysi ilə xətt çəkmək, mən onu məhkəmə yolu ilə eləyəcəm. Amma gəlin görək, nəyə görə mən bir dənə gənc müəllimlə, bir neçə gənc müəllimin o müəllimliyə olan ümidini söndürək. Niyə söndürək? Cənab nazir, özünüz bildirdiniz ki, hərə bir dənə cəmiyyətdən daş atsa müəllimə, əlinə bir telefon olub, müəllimi çəksə, heç kim müəllim olmaq istəməyəcək. İnandırım ki, mənim timsalımda mən bugün çox peşmançılıq çəkirəm ki, mən 2 dənə təhsili sırf müəllimlik üzrə almışam. Çox peşmanam, həqiqətən çox peşmanam ki, bugün böyük bir haqsızlığa uğramışam və aidiyyatı qurumların hamısı gözün qulağını tıxıyıbdır. Özdə mən bugün ümidi İnsan hüquqlarında, əmək müfəttişliyində axtarıram. Nəyə görə? Nəyə görə? Onların hamısını yetişdirən müəllimdir. Onlar mənim haqqımda qərar verəcək adamları o vəzifələrə getməyə əlindən qələm tutan müəllimdir. Nəyə görə mənim nazirliyim bugün bir gənc müəllimə sahib çıxmır, haqqı tapdalanan müəllimə sahib çıxmır, mən onu bilmək istəyirəm. Xahiş edirəm, məsələyə hüquqi qiymət versin. Səbinə xanım, insan hüquqlarını qoruyan bütün beynəlxalq təşkilatlara buradan müraciət edirəm. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsi insanların söz və fikir azadlığını qoruyur. Xahiş edirəm, hüquqların bərpa olunsun, mən işə dönmək istəyirəm. Başqa şey istəmirəm heç kimdən. Üzümüzü təhsil sahəsinə cavabdeh olan qurumlara, şəxslərə tutub, yaranmış eybəcər mühitin təmizlənməsində daha da səylə çalışmalarını xahiş edirik. Çünki millətin gələcəyi, milli şuurumuzun cilalanmasında təhsilin rolu əvəzsizdir. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.